gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq. Özəl sektorda. Biri var ki, devlət sektorunda çalışırdın sən. Zaten özləri qapançalayıb 20%'ni tuturlar. O başqa məsələ. Həyəcan yox. Həyəcan yox. O başqa məsələ. Devlətdə işsən, müəllimsən, həkimsən, nəmləsən. Özü 20% tutacaq. Artırıblar faizdə biləsiz. Amma biri də var ki, sən əlində o drill körpün altında durub kiməsə günə muz dişləyəcəydin. Sən kimisə gedib qapısını əkib ya qapısını biçib pul qazanacaqdın. Sən kimisə gedib suvağını suvuyub pul qazanacaqdın. Bax, artıq özəl sektorda çalışanlar, devlətdən maaş almayıb, öz pulunu daşdan çıxardanlar, artıq siz gələn ildən gəlir vergisinə cəlb olunacaqsınız. Bildinizmi? Bəziləriniz deyirdiniz, ay neyimə lazım, mən biraz xaladenik ustasıyam, neyimə lazım de, hafta qalanın canı çıxsın. Və yaxud mən ot biçənəm, və yaxud da mənim traktorum var deyib kətəmətdə iş görürdüm. Və yaxud deyəcəksiniz ki, mənim neyimə özəl sektor 20-dən 50 dənə ördək saxlayırdım, ördəkdən dolanırdım. Biriniz deyəcəksiniz arı saxlayırdım, biriniz deyəcəksiniz onun qapısında yer əkirdim, pul qazanırdım. Biriniz deyəcəksiniz yox onun otunu biçirdim, pul qazanırdım, həyətini təmizləyirdim. Biriniz deyəcəksiniz, ay ki, daha bitdi. Özəl sektorda olanlar, biriniz deyəcəksiniz, get plan mağazində satıcı işləyirdim, əldən ələ pul verirdi. Yox, artıq hamı gəlir vergisinə cəlb olunacaq. İlham Əliyev hamının götünü qayırmaq qərarı verdi. O gün Ağsaqqal qoşuldu efirə. Çox dəyərli söz dedi, ondan sonra o sözü 2 dəfə istifadə eləmişəm. İlham Əliyev əvvəl deyirdi ki, İlham Əliyev, sikim xiyardır. Yesəniz də budur, yeməsəniz də. İndi elə demir. İndi sikim deyir, xiyardır. Hamınız yeməlisiniz. Hamınız yeməlisiniz. Vəssalam. Əvvəl biri balıq saxlayırdı, biri dana saxlayırdı, biri quzu saxlayırdı. Hələ bir başını bir yerə soxub dolanışıq yolu tapmışdı da. Əvvəl biri götünü dalda qayıtdırırdı. O da özəl sektorda Allah övümüzü tiksi. Götünü versən də, ağzını alsan da vergi verməlisən. Tarif etdi. Əvvəl polis nə edirdi? Döyürdü, söyürdü, polis alırdı. Rəsmiyyət yox idi. Polis alırdı kabadayı kimi. İndi elə deyil. İndi həm rəsmi ödəyəcəksən, həm də polis yenə gəlib kabadayı kimi alacaq səndən. Bax, məsələ bu. Yəni biri zurna çalan idi, biri həm klarnet çalan idi, biri piyan sintezator çalan. Toya gedirəm arada bir şadlıq sana muzika manıslarla. Mən nə pul verəcəm muzikant adama, İrayon yerində, kənd yerində. İlham Əliyev hamının götünü qayırmağa qərar veribdi. Ya hamımız birləşib İlhamın götünü qayırmalıyıq, ya da hamınız hazır olun İlham götünüzü qayıracaq. Hamımızı qayıracaq. O çilədə qoyub hamını qayıracaq. Bax, deyirəm ha, demədi deməyim. Hələ bir İlham Əliyevin tərs damarında tutub Rusetdə işləyənlər, xaricdə Türkiyədə işləyənlər ola bilsin, siz də hələ cəlb olundunuz. Bəli. İlham Əliyevin bir figurasına baxmıyorsunuz. İlham Əliyevin bir figurasına baxın. Bir İlham Əliyevin belə saç tökün o belə Amerikalı var, dolların üstündə şəkil olan. Toçun onu oxşuyur bax. Onun bir İlham Əliyevin bir dollarını, onun şəklini dəyişib İlhamın qoymuşlar şəklini. Toçun İlham onu oxşuyur. İlham Əliyev pula hər şeyini satar. Bir adam ki, pula görə götünü qumara qoyubdur, arvadını qumara qoyubdur.